Narkotik asıllığının zərərləri nələrdir? Narkotik maddə asıllığının ən vacib ziyanı zəhərlənmə və bunun nəticədə ölümdür. Maddələr beynə təsir edir, konsentrasiyanı pozur və sürət və məkan anlayışını təsir edərək qəzalara səbəb olur. Danışıq və hərəkət pozğunluğuna səbəb olur. Epileptik tutulmalar yaradır. Həzm sistemi və qaraciyər xəstəliklərinə səbəb ola bilər. Hiss orqanlarını zəiflədərək dad, qoxu, görmə, eşitmə və hiss itkisinə səbəb ola bilər. Tənəffüs sistemini zəiflədir. Nəfəs darlığı, öskürək, boğulma hissi və bəzən nəfəs iflici ilə ölmə səbəb ola bilər. Qan dövranı zədələnməsinin nəticəsində ürək döyüntüsü, ürək qan təzyiqi, ürək çatışmazlığı, ürək əzələlərinin xəstəlikləri, insult nəticəsində iflic və qan dövranı pozğunluğunun ətrafında qanqrenə səbəb ola bilər. Qan hüceyrələrində dəyişiklik edərək qan xərçənginə səbəb ola bilər. Dəridə müəyyən dəyişikliklərə rast gəlinə bilər. Yaraların sağalmasını gecikdirə və saç tökülməsini artıra bilər. Böyrək xəstəliklərinə səbəb ola bilər. İlk istifadədə cinsi gücü artırdığı düşünülsə də, davamlı istifadədə cinsi funksiyaların azalmasına və sonsuzluğa səbəb ola bilər. Əlavə olaraq, paylaşılan şprislərin istifadəsi və nəzarətsiz cinsi əlaqə səbəbilə siflis, vərəm, hepatit və AIDS kimi yoluxucu xəstəliklərə yoluxma riskini artırır.